İzləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında Temu ilə bağlı möhtəşəm bir kontentlə qarşınızdayım dostlar. Bugün sizlərə Temuda dəvət edərək necə pulsuz məhsullar əldə etmək olur, bunun haqqında məlumat vermək istəyirəm və hamısını sizlərə hərfi ilə məlumatı çox geniş miqyaslı şəkildə bu videoda izah edəcəm dostlar. Başdan qabaq xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə maraqlı videolarla və xəbərlərlə sizlərin qarşısında olaq dostlar. Qeyd edeyim ki, videonun açıqlama bölməsinə Temu Dünyası Topluluq Telegram kanalımızı əlavə etmişik. Oradan da qoşularaq siz bir-birinizə köməklik edə bilər və yaxud da bu kampaniyalardan xəbərdar ola bilərsiniz dostlar. Dostlar, bu şəkildə Temu telefondan Temu proqramını açdıqda ana səhifədə kredi və hədiyyələr qazan bölməsi var. Buna klik edirəm. Klik etdikdən sonra ekrana bu şəkildə bölmə gəlir. Yəni burada pulsuz seçmək istədiyi məhsulları seçdirir. Misal üçün burada 4 ədəd məhsul seçdirir dostlar. Hansı məhsulu istəsəz bu siyahıdan seçirsiniz. Mən burada fərqli məhsullar seçmişəm. Amma sizlər üçün burada fərqli məhsullar seçin. 4 ədəd istədiyiniz buradan hədiyyəni seçirsiniz və səbətinizə əlavə edirsiniz. Səbət deyəndəki dost aşağıda gördüyünüz kimi seçənəklər var. Yəni hədiyyə şəklində gördüyünüz kimi seçənəklər verir. Buradan hansını istəsiniz seçirsiniz. Axırıncı məhsulunu da seçirəm. 4-cü məhsulunu da bu şəkildə seçirəm. Və burada adresi onayla bölməsinə klik edirəm. Klik etdikdən sonra belə bir ekran gəlir. Dostlarınızı dəvət etmək üçün belə bir ekran gəlir. Yəni burada həmin bu menyudakı olan məhsulları əldə etmək üçün dostlarınızı dəvət edirsiniz və dostlarınız da bu bölmədən pulsuz məhsullar seçsə və yaxud da yeni istifadəsi olsa daha üstünlük verir dostlar. Dəvət etdikdə buradakı xanaları doldurduqda bu məhsulları sizlərə verir dostlar. Misal üçün məndə indi burada gördüyünüz kimi təzə başlamışam və bu 100% olduqda həmin məhsulları sizlərə verir dostlar. Baxın bu şəkildə gördüyünüz kimi arkadaşlarını şimdi dəvət et bölməsinə klik edirsiniz. Gördüyünüz kimi yeni uygulama kullanıcısı başına 0.01 manat 1 manatdan 4 manata qədər sizə xal verir dostlar. Yəni bu gördüyünüz kimi məhsulların dəyərində seçdiniz. Bu həmin 52 manat dəyərində dostlar. Hər gətirdiyiniz insana görə bu dəyərdən aşağı düşür dostlar. Yəni axırda bu 100% olduqda bu məhsulları sizlərə hədiyyə verir və mövcud kullanıcı başına bu nə deməkdir? Hal-hazırda olan mövcud istifadəsi, yəni Temunu daha əvvəldən yükləmiş, istifadə eləmiş, istifadəsini gətirdikdə yenə xal verir, amma biraz aşağı səviyyədə verir. Bunun üçün də bunu əgər istifadə eləmək istəyirsə, mövcud istifadəçiləri tapmaq üçün videonun açıqlama bölməsinə əlavə etdiyimiz Telegram qrupuna daxil olaraq orada topluluqdan istifadə edə bilərsiniz dostlar. Hansı ki bu linkini paylaşdıqda bir-birinizə köməklik edə bilərsiniz. Qeyd edeyim, elə bir yaxşı funksiyamız da var. Bunu WhatsApp-da paylaşa bilərsiniz və yaxud da fərqli qruplarda paylaşa bilərsiniz. Mən indi bir dənəsini paylaşmaq istəyirəm. Burada kod şəklində də paylaşa bilərsiniz dostlar. Hansı ki bu kodu dostunuza verib yazdıra da bilərsiniz və yaxud da ən yaxşısı məncə bunu mesaj kimi və yaxud da Instagramda və yaxud Telegramda qruplara göndərə bilərsiniz. Test üçün bir dənəsini biz qrupumuza göndərmək istəyirəm. Baxaq görəm nə kimi bizə fayda verir dostlar. Bağlantını kopyala deyirəm və kopyala dedikdən sonra indi biz qrupumuzda bunu paylaşaq. Dostlar baxın, mən bəzi dostlarımı dəvət etmişəm və burada gördüyünüz kimi 30%-dən bəzi axıra yaxın gəlmişəm və axırda da qeyd edeyim ki 1 manat yəni sizlərə qalıq qalır və burada da yeni istifadəsi dəvət etmənizi istəyir. Hansı ki Temunu yükləməmiş, yəni ilk dəfə Temunu yükləyən insanlara bunu yüklədikdə daha çox insan gətirmək məcburiyyətinə qalırsınız. Biraz az olduqda biraz az olur. Yəni burada mən indi təzə bir istifadəsi dəvət etdikdə baxın gördüyünüz kimi yeni kullanıcı başına 1 manat ödül verir. Dəvət etmə sınırı yoxdur. Yeni mövcud kullanıcı başına yalnızca 5 dəvət edilir. Yəni 5 ədəd siz istifadəçiyə paylaşma haqqınız var. Yəni bunun təbii ki 1 manat. Burada indi bunun neçə dənə ədəd yeni istifadəsi gətirmək lazımdır. Onun haqqında məlumatım təbii ki yoxdur, amma 5 ədəd deyirsə maksimum 5 ədəd gətirərək bu pulsuz hədiyyəni əldə edə bilirsiniz dostlar. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki bunun haqqında ağlınızda sual qalmaz.
Əgər bunun haqqında məlumatınız yoxdursa, daha çox məlumat almaq istəyirsinizsə, videonun açıqlama bölməsinə bizə yazın. Hamımıza bir-bir cavab verəcək. Baxın dostlar, burada çox sayda ücretsiz dəvət aldı deyə bölməsində hədiyyə, pulsuz hədiyyə alan insanları bir-bir göstərir. Düzdür, mən hələ almamışam dostlar. Aldıqda kommentlər bölməsinə və yaxud da orada Tem Dünyası qrupunda sizlər üçün paylaşacağım dostlar. Dostlar, bu şəkildə xahiş edirəm kanalımıza abunə olun və bizə dəstək olun ki, belə faydalı videolar sizlərin qarşısında olaq. Həmçinin bu yeni istifadəçinin həmin bu bölmənin linkini videonun açıqlama bölməsinə əlavə edirəm dostlar. Oradan da klik edərək mənə dəstək ola bilərsiniz dostlar. Təqdim etdi Fikirli kanalı.